Sizcə 8 noyabr ərəfəsində əsl Azərbaycanlı hansı bayramı qeyd edir? Düzdür, Qələbə bayramını. Amma var bizim işimizdə elə Azərbaycanlılar, düzdür, sayı çox azdır, amma indi görəcəksiniz. Kimlər o bayramı qeyd eləmir? Sovetin bayrağını qaldırıb, oktyabr çevirişinin yubileyini qeyd edirlər Azərbaycanda. Həmçində diqqətlə onun sözlərinə zəhmət olmasa qulaq asın. Hoş gördük əziz izləyicilərim. Bugün Böyük Oktyabr inqilabının, Böyük Oktyabr sosialist inqilabının 108-ci il dönümüdür. Bəli, köhnə xəritə ilə, yəni kalendarla 25 Oktyabrda, yeni təqvimlə isə 7 noyabrda bu günü qeyd edirik. Bir sosialist olaraq, bir zəhmətkeş olaraq, bir solçu olaraq, bir Nərimanovçu, Bağırovçu və Stalinist yolu olaraq biz bu bayramı daim qeyd eləmişik, eləyirik, eləyəcəyik. Və gördüyünüz kimi Azərbaycan da 1952-ci ildə təsis olunan bayrağı və Azərbaycan adlı dövlətçilik tarixində, bir daha deyirəm, Azərbaycan Respublika dövlətçilik tarixində ən uzun ömürlü bayrağımızla biz bugün fəhlə heykəlinin qarşısında çıxış elədik, mitingimiz oldu, yüngülvari, toplaşdıq və mən onu vurğulamaq istəyirəm ki, Azərbaycan xalqının 90-95% zəhmətkeşdir. Amma təəssüflər olsun ki, Azərbaycanda bütün postlar, vəzifələr, sərvətlər, oliqarx, qudurğan, mundar, əxlaqsız və xalqa hər cür zülm eləyən təbəqənin əlindədir. Biz inanırıq ki, gec-tez Azərbaycanda ədalətli sosialist inqilabı olacaq və Azərbaycanın dövlət atributları, Sovet dönəmdəki dövlət atributlarına həqiqi qiymət veriləcək və onlara hörmət olacaq. Bu bayrağı sevməyənlər olsa da, bu bayrağı söyənlər olsa da biz bu bayrağı həmişə şərəflə daşıyacağıq. Və bu bayraq nasistlərin rəhbərliyi altında dalğalanmayıbdır. Bu bayraq ingilislərin məramları qarşısında dalğalanmayıb və bu bayraq ən əsası Azərbaycana qarşı güllə atanların cərgəsində olmayıb. Bu bayraq hər zaman fəhlənin, kəndlinin və Azərbaycan xalqının böyük bir hissəsinin o dövrdə başı üzərində dalğalanıb və biz bayrağı unutmağa qoymayacağıq. Siz istəsəz də istəməsəz də. Yaşasın sosializm inqilabı, yaşasın fəhlə kəndlilər, yaşasın Azərbaycanın Nərimanov Bağırov yolçuları.